Salam əziz izləyicilər, bugün biz sizə fe'li bağlama haqqında danışırıq. Fe'li bağlama fe'lin və zərfin xüsusiyyətlərini daşıyır. Fe'l kimi hərəkət bildirir və digər xüsusiyyətlər daşıyır. Bu haqda biraz sonra geniş danışacağam. Zərf kimi hərəkətin tərzini, zamanını, səbəbini, şərtini bildirir. Zərfin suallarına cavab verir və zərf kimi cümlədə zərflik olur. Gəlin fe'li bağlama şəkilçiləri ilə tanış olaq. Birinci qeyd edək ıb, ib, ub, üb şəkilçisini. Bu şəkilçi hərəkətin tərzini, zamanını və səbəbini bildirə bilir. Tərz bildirir. Baxın, tərs bildirəndə nə cür suala cavab verir? Ümumiyyətlə biz bilirik ki, zərf adətən fe'llə əlaqələnir və hərəkəti izah edir. Fe'li bağlama da fe'llə əlaqələnir və hərəkəti izah edir. Hərəkətin, yəni tərzini, zamanını, səbəbini, şərtini bildirə bilir. Tərz bildirərkən baxın, belə olacaq. Uşaq divara söykənib dayandı. Necə dayandı? Nə cür dayandı? Divara söykənib dayandı. Dayandığının tərzini bildirir. Necə formada dayandığını bildirir bizə. Sonra zaman bildirə bilir. Məsələn, qeyd edə bilərik, dərslərini oxuyub yatdım. Dərslərini hazırlayıb yatdı. Nə zaman yatdı? Dərslərini hazırlayıb yatdı. Yəni, yatdığının zamanını bildirir ki, bu iş nə zaman baş verir? Və səbəb də bildirə bilir. Səbəb bildirən cümlələrimiz 4-5 cümlədir. Elə çox cümləmiz yoxdur. İnciyib getdi, küsüb getdi, qorxub ağladı, qorxub geri çəkildi. Məsələn, uşaq anasından qorxub ağladı. Uşaq qorxub ağladı. Nə üçün ağladı? Qorxub ağladı. Yəni, bunun ağlamağına səbəb qorxmaqdır. Normalda ağlamazdı. Və yaxud da dostum məndən inciyib getdi. Nə üçün getdi? Küsüb getdi. Nə üçün getdi? Düşmən qorxub geri çəkildi. Nə üçün geri çəkildi? Qorxub geri çəkildi. Baxın, bunlar hamısı səbəb bildirir. Və ara gərək şəkilçimiz var. Bu da tərs bildirir. Adətən tərs bildirir. Mənə baxaraq danışırdı. Necə, nə cür danışırdı? Mənə baxaraq danışırdı. Yəni, danışmağının tərzini bildirir. Bu şəkilçi bəzən zaman da bildirə bilir. Tapşırıqlarını yazaraq getdi. Yəni, yazıb getdi. Bax, bu mənada zaman da bildirə bilir. Sonra üçüncü var orada bizim AA, əə şəkilçimiz. Qoşa işlənən şəkilçimizdir. Baxın, baxa-baxa, danışa-danışa, deyə-deyə, gələ-gələ, görə-görə. Bu da tərz bildirir. Məsələn, kitaba baxa-baxa danışır. Necə danışır? Bu da tərz bildirdi. Yəni, danışmağının necə bir tərzdə olduğunu bildirdi. İndi növbəti şəkilçilərdən danışaq. Bunlar hamısı adətən zaman bildirənlərdir. Bunları bir yerə yığaq. Dıqda, dikdə, duqda, dükdə.
Məsələn, ona baxdıqda gəncliyimi xatırlayıram. Nə zaman ona baxdıqda və yaxud da dıqca, dikcə, duqca, düqcə. Baxdıqca hüsnünə doymayır gözüm. Təbrizim, Təbrizim, gözəl Təbrizim. Baxdıqca doymayır. Nə zaman? Yəni baxarkən, baxdıqda. Elə arkan-ərkən şəkilçisinin özü də. Gedərkən məni də apar. Nə zaman? Gedərkən. Və yaxud da anda, əndə. Gedəndə. Və yaxud da ınca, incə, unca, üncə şəkilçimiz var. 4 variantlı. Evə çatınca xəbər et. Nə zaman xəbər et? Evə çatınca. Yəni çatanda, yəni çatarkən. Sonra ar-ər, maz-məz şəkilçimiz var. Ar-ərlə maz-məzi biz birləşik işlədirik. Evə çatar-çatmaz mənə xəbər et, nə zaman? Baxın, bu şəkilçilərin hamısı zaman bildirir. Bir də bizim mış-miş şəkilçimiz var. Fe'li bağlama şəkilçisi olaraq bu şəkilçimiz də işlənir. Bu da zaman bildirir. Məsələn, gecədən 2 saat keçmiş, onu apardılar. Nə zaman onu apardılar? Gecədən 2 saat keçmiş. Yəni gecədən 2 saat keçəndə mənasındadır. Bunların hamısı nə bildirdi? Zaman. Sonra bizim orada şəkilçilərimizin içində madam mədən şəkilçisi var. Madam mədən şəkilçisi tərz bildirə bilir. Qatar dayanmadan gedirdi. Necə gedirdi? Dayanmadan gedirdi. Baxın, bu tərz bildirir. Bir də şərt bildirə bilir. Yəni bir insanın qarşısına şərt qoyuruq. Tapşırıqlarını yazmadan otaqdan çıxma. Bir yerə getmə. Yazmadan getmə. Hansı şərtlə? Yəni bu şərtdir. Deyir, evə çörək almadan gəlmə. Bu da şərtdir. Səhvlərini düzəltmədən gözümə görünmə. Baxın, bunların hamısı şərt bildirə bilir. Sonra ıb-yubub şəkilçimiz, şəkilçilərdən bu qədər. Ib-yubub şəkilçimiz nəqli keçmiş zaman şəkilçisinə də bənzəyə bilir. Amma bunları səhv salmayaq. Baxın, fe'li bağlama olanda özündən sonra bir dənə də fe'l gətirəcək. Məsələn, tapşırıqlarını yazıb getdim. Yazıb getdi. Görürsünüz? Yazıbdan sonra bir dənə də fe'l gətirirəm, getdi. Bu şəkildə. Bu oldu fe'li bağlama. Yəni özündən də sonra bir dənə də fe'l gətirir, təsriflənən formada. Bildiyimiz fe'lin şəkilləri ilə ifadə olunmuş bir dənə fe'l gətirir. Amma nəqli keçmiş zaman olanda cümləni bundan bitiririk. Tapşırıqlarını yazıb. Nə edib? Yazıb. Baxın, və bu olacaq cümlənin fe'li, xəbəri. Bu belə. Sonra fe'li bağlamanın fe'liyyat xüsusiyyətlərindən geniş şəkildə danışmayacağam. Çünki bu məstərin fe'liyyat xüsusiyyətləri və fe'li sifətin fe'liyyat xüsusiyyətləri eyni anlayışlardır. Yəni hərəkət bildirir, təsdiq və inkarda olur, fe'lin qrammatik məna növlərində olur. Qarşısında söz gətirərək tərkib yaradır. Məsələn, elə burada yazıb sözündən qabaq bir dənə söz gətirmişik. Tapşırıqlarını yazıb getdi. Yəni fe'li bağlamadan öncə ən azı bir söz gəlməlidir. Bu bir neçə dənə də söz ola bilər, heç bir problemi yoxdur. Həmin sözlər fe'li bağlama ilə
məna və qrammatik cəhətdən bağlanıb, əlaqələnib, tərkib yaratmalıdırlar. Tərkiblər haqqında az sonra danışacağam geniş şəkildə. Fe'li bağlamanın zərfi adi xüsusiyyətlərində də qeyd etdik ki, gördüyünüz kimi fe'li bağlamada zərf kimi özündən sonra hərəkəti, birdən də hərəkət istəyir, zərfin suallarına cavab verir, hərəkətin tərzini, zamanını, səbəbini, şərtini bildirə bilir və cümlədə adətən zərflik olur. Ümumiyyətlə fe'li bağlama demək olar ki, həmişə cümlədə zərflik olur, başqa bir funksiya daşıya bilmir. Çünki fe'li bağlama isimləşmir, ona görə də mübtəda tamamlıq olmur, şəxs xəbəri şəkilçini qəbul etmir deyə xəbər ola bilmir, təyin ola bilmir. Niyə? Çünki təyinin özündən sonra əşya gəlməlidir, amma fe'li bağlamanın özündən sonra hərəkət gəlir. Ona görə fe'li bağlama yalnız və yalnız cümlə üzvü baxımından zərflik olur. Və danışırıq indi nədən? Bəzi fe'llərimiz var ki, bu fe'llərimiz ikili xarakter daşıyır. Yəni bunlar həm fe'li bağlamaya oxşaya bilərlər, həm də zərfə. Bunlar hansı sözlərdir? Dönə-dönə, tikə-tikə, dama-dama sözündən danışacağıq. Sonra deməli qoşa-qoşa sözündən danışacağıq. Yazaq. Maşın dönə-dönə getdi. Bir də var deyirəm ki, bu qaydanı sizə dönə-dönə başa salmışam. Demişəm. Baxın, əgər burada fe'li ayırıb üzərinə a və yaxud da ə şəkilçisini artıra biliriksə, bu fe'li bağlamadır. Maşın dönə-dönə getdi. Deməli, maşın dönə bilir. Yəni, fırlana bilir də, düzdürmü? Burada ə şəkilçidir. Baxın, buna görə də bu olacaq fe'li bağlama. Amma bu tərəfdə bu qaydanı sizə dönə-dönə demişəm. Dönməmişəm ki mən. Yəni, mən bu qaydanı deyəndə fırlanmışammı? Xeyr, ehtiyac yoxdur. Təkrar, dəfələrlə mənasındadır. Burada bütövdür. Yəni, mən burada əni ayıra bilmirəm şəkilçi kimi. Bu olacaq zərf. Qoşa-qoşa sözündə də biz eyni qaydanı görürük. Arabanı qoşa-qoşa mahnı oxuyur. Bir də var deyirəm ki, şagirdlər qoşa-qoşa əyləşiblər. Arabanı qoşa-qoşa oxuyur. Arabanı qoşa bilirmi? Bəli, qoşur. Burada A-lar şəkilçidir. Bu olacaq fe'li bağlama. Bu tərəfdə isə şagirdlər qoşa-qoşa əyləşiblər. Nəysə qoşmayıblar ki, xeyr. Yəni, qoşa-qoşa cüt-cüt mənasındadır. Bu olacaq zərf. Digər nümunələrdə tikə-tikə sözünə baxaq. Nənəm paltar tikə-tikə söhbət edir. Burada paltarı tikmək, yəni fe'l olaraq var. Ə şəkilçidir. Tikərək də deyə bilərik. Ara qarəyə də verə bilərik A, ə şəkilçisi əvəzinə. Çünki hər ikisi fe'li bağlama şəkilçisidir və tərz bildirir. Bu oldu fe'li bağlama. Bu tərəfdə isə əti tikə-tikə doğra. Burada tikmirik təbii ki, əti. Bu olacaq zərf. Bu tərəfdə dama-dama göl olar. Yəni, su damır. Burada fe'l var. Artıq A-anı da gətirmişik bunun üzərinə. Bu olacaq fe'li bağlama. Bu tərəfdə isə dama-dama köynək. Bu zərf yox, sifət olur. Çünki əşya gətirmişik. Dama-dama şal var. Yəni, cız-cız belə xətdir.
biz bunu sifət olaraq götürürük. Məsələn, parça-parça sözü, parç sözü yoxdur da, yəni o bütöv olaraq zərf ola bilər. Asta-asta sözü o bütöv zərfdir. Yəni bu şəkildə.